Salam, hər vaxtınız xeyir olsun. Mən Rəvanə Asiman. Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Azərbaycan dilini daha yaxşı öyrənmək istəyən şəxslər üçün video dərslər hazırlayıram. Yəni YouTube sinifimə xoş gəlmisiniz. Bu dərsimizdə sabit söz birləşmələri, yəni frazeoloji birləşmələr haqqında danışacağam. Bu ifadələr dildə hazır şəkildədir və gündəlik nitqdə tez-tez qarşımıza çıxır. Gəlin onları birlikdə daha yaxından tanıyaq. Qeyd dəftərinizi və qələminizi götürün. Zehninizdə bu mövzu üçün gözəl bir yer hazırlayın. Gözəl bir yer açın. Başlayaq. Bu mövzunu da əvvəlki mövzularımızda olduğu kimi 3 əsas sual vasitəsilə sizlərə izah edəcəm. Birinci sualımızdan başlayaq. Deməli, birinci sualımızı qeyd edirəm. Ən əsas suallardan biri frazeoloji birləşmələr nədir? Frazeoloji birləşmələr nədir? Nə olduğunu bilsək, zehnimizdə mövzunun şəkli hazır olacaq və mövzu bizim üçün artıq tanış olduğu üçün daha yaxşı öyrənə biləcəyik. Mövzu bizim maraq dairəmizə çevriləcək, belə deyim. Bir şeyin nə olduğunu bilməsək, o bizim maraq dairəmizdə olmur. Nə olduğunu biləndən sonra o mövzu bizim üçün daha maraqlı hala gəlir. Frazeoloji birləşmələr nədir? Əvvəlcə onu deyim ki, frazeologiya Yunan sözüdür, Yunan mənşəli termindir. Deməli, termin olaraq yadınızda saxlayın, Yunan mənşəlidir. Frazis ifadə, logos təlim deməkdir. Deməli, ifadə və təlim sözlərinin birləşməsindən yaranan bir ifadədir frazeologiya. Yəni əsas belə söz olaraq baxsaq, dildə olan ifadələrin məcmusu mənasına gəlir. Yəni ümumi sözün mənası bu şəkildə anlaya bilərsiniz. Dildə olan bütün ifadələrin cəmi. Yaxşı, bu frazeoloji birləşmənin hərfi mənada izahı. Bəs ümumiyyətlə frazeoloji birləşmələr hansı birləşmələrdir? Baxın, bütövlükdə bir leksik mənanı ifadə edən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir. Baxın, bu birinci söz, bu ikinci söz və yaxud da üçüncü söz də əlavə oluna bilər. Bu üçü bir yerdə bir dənə məna olur. Məsələn, yazıram dil-dil ötmək. Və yaxud da yazıram qulaq asmaq. Baxın, ayrı-ayrılıqda istifadə olunan sözlər birlikdə yeni məna yaratdı. Qulağa həqiqətən asmırıq ki, məcazi mənadadır. İki söz yanaşı gəldi və yeni bir məna yarandı. Və yaxud da hansı söz deyə bilərik? Deyə bilərik eşq oduna düşmək. Baxın, 3 dənə söz. Eşq oduna düşmək. 3 dənə söz yanaşı gəldi və üçü bir yerdə yeni bir məna yaratdı. Həqiqətən eşqin oduna düşmürsən ki, məcazidir. Və frazeoloji birləşmələr hərfi şəkildə yanaşsaq onu anlamarıq. Yəni üçü bir yerdə yeni bir məna qazanır. Buna görə frazeoloji birləşmələri başqa dilə çevirmək uğurlu olmur. Başqa dilə yaxşı çevirmək olmur. Hər dilin özünə aid frazeologiyası var və onu başqa dillərə çevirmək qeyri-mümkündür. Çünki hərfi mənada çevirsək artıq frazeoloji olaraq mənasını itirir. Deməli, frazeoloji birləşmələr bildik ki, müxtəlif sözlər yanaşı gəldi və bütövlükdə bir leksik məna ifadə elədi. Baxın, frazeoloji birləşməni digər söz birləşmələrindən fərqləndirən cəhət də elə budur. Digər söz birləşmələrini biz başqa bölmədə öyrənirik, leksikada öyrənmirik. Lakin leksikada frazeoloji birləşmədən danışırıq. Çünki frazeoloji birləşmədə nə var? Məcazilik var. Hamısı birlikdə sadəcə bir mənanı ifadə eləyir. Frazeoloji birləşmənin nə olduğunu bildik.
Frazeoloji birləşməni nəyə bənzədə bilərik yadımızda qalması üçün? Frazeoloji birləşməni ansambla bənzədə bilərik, musiqi ansamblına. Orada fərqli-fərqli musiqi alətləri ifa edən insanlar var və hamısı birlikdə artıq bir ansambl yaranır. Hamısı birlikdə bir məna ifadə edir. Və yaxud da ailəyə bənzədə bilərik. Ailədə hər kəsin öz funksiyası var. Hər kəs ayrı-ayrılıqda həyata bir məqsəd üçün gəlib, lakin birlikdə hər kəs bir ailə olur. Birlikdə də xüsusi bir məna qazanır. Frazeoloji birləşməni bu iki nümunə ilə yadda saxlaya bilərsiniz. Frazeoloji birləşmənin digər adı sabit söz birləşmələridir. Bunu da yadda saxlayın. Qeyd eləyirəm. Frazeoloji birləşmə, sabit söz birləşməsi. Sabit də nə deməkdir? Dəyişməz. Yəni baxın biz bunun qulağın yerinə burun yaza bilmərik. Dəyişmir. Bu dildə hazır şəkildədir. Məsələn, mən cümlə quranda hansısa frazeoloji birləşmədən istifadə edirəmsə, onu düşünüb özüm qurmuram. O hazır şəkildədir. Məsələn, başqa söz birləşmələrini, sərbəst söz birləşmələrini biz özümüz nitqdə fikirləşirik. Məsələn, gözəl qız deyirik, göyçək qız deyirik, qəşəng qız deyirik, dəyişdiririk, sərbəstdir. Lakin frazeoloji birləşmədə heç nəyi dəyişdirmirik. Dildə olan hazır ifadəni istifadə edirik. Eşq oduna düşmək. Məsələn, sevgi oduna düşmək demirik, eşq oduna düşmək. Bu hazır şəkildə olan ifadədir. Yəni sabitdir, dəyişmir. İnsanlar istədiyinə görə, nitqinə görə nitqini dəyişdirməkdir. Bu ifadələr dəyişdirə bilməz. Bu ifadələr hazır şəkildə, dildə necədirsə o şəkildə istifadə edirik. Belə. Məncə frazeoloji birləşmələr haqqında, yəni frazeoloji birləşmələr nədir sualı haqqında bu qədər kifayətdir. İndi növbəti sualımı yaza bilərəm. Növbəti sual, mənim ən sevdiyim sual, nə üçün sualıdır? Frazeoloji birləşmələri nə üçün bilməliyik? Yazıram. Frazeoloji birləşmələri nə üçün bilməliyik? Bu nə üçünü tapsaq, artıq bu mövzu bizim üçün daha maraqlı olacaq və düşünəcəyik ki, bu mövzu lazımlı mövzudur, yadımızda buna görə qalmalıdır. Baxaq, səbəblər tapaq nə üçün? Baxaq görək hansı səbəblər var. Deməli, bu nümunəni həmişə deyirəm, biz yeni bir dil öyrənəndə o dildə nə qədər çox söz bilsək də, nə qədər söz bazamız olsa da, hər situasiyada duyğu və düşüncələrimizi ana dilimiz kimi ifadə edə bilmirik. Ana dilimizdə lap başqa cür ifadə edirik. Hətta müxtəlif regionda olan insanlar öz dialektində daha gözəl reaksiyalar verir, daha gözəl suallar verir, daha gözəl özünü ifadə edir. Bunun əsas səbəbi bilirsiniz nədir? Həmin dildə olan ifadələr və yaxud da həmin bölgədə olan ifadələr, həmin bölgədə istifadə olunan, həmin ölkədə, həmin dildə istifadə olan söz birləşmələri, frazeoloji birləşmələr, hikmətli sözlər, atalar sözlər. Bax, budur məsələ. Biz xarici dili nə qədər bilsək də, o dilin frazeologiyasını bilmirik axı. O dildə sadəcə sözləri bilirik və o sözləri özümüz qurub cümlə şəklində istifadə edirik. Lakin ana dilimizdə biz çoxlu frazeoloji birləşmələr bilirik. Biz çoxlu hikmətli sözlər, atalar sözləri bilirik və məqamına görə istifadə edirik və məqamına görə istifadə edəndə nitqimiz daha gözəl olur, daha emosiyalı olur, daha təsirli olur. Məsələn, Azərbaycan dilində belə bir ifadə var. Arifə bir işarə kifayətdir. Arifə bir işarə. Biz məsələn bir söz deyirik. Məsələn, elə insan var ki, onu tez anlayır. Sən arifə bir işarə. Məsələn, orada gör nə gözəl ifadə edirsən. Bir də var xarici dildə məsələn belə bir situasiya yaşamısan, indi fikirləşsən ki, bunu necə ifadə edə bilərəm? Başlayıb söz-bəsöz tərcümə eləməyiniz lazımdır. Lakin frazeoloji birləşmə olanda rahat. Hər kəs bilir o frazeoloji birləşməni, dildə var, hər kəs də bilir. Sən o ifadəni deyəndə artıq hər kəsə agah olur. Və yaxud da nümunə deyə bilərəm sizə. Bir var deyirsən ki, bezmək, bir də var deyirsən canımı boğaza yığmısan.
Orada canımı boğaza yığmırsan deyəndə artıq tam səbrinin tükəndiyini, tam bezdiyini ifadə eləyirsən. Sadəcə onu bir sözlə ifadə eləyəndə o eyni effektdə olmur. Qarşı tərəfə eyni duyğunu hiss elətdirə bilmirik. Frazeoloji birləşmələr nitqimizi daha təsirli eləyir, daha emosional eləyir, daha emosiyalı eləyir. Emosiya. Bax, bu əsas məsələlər bunlardır. Məsələn, kimsə gözəl danışır, deyirsən ki, elə bil ağzından bal tökülür. Gör nə gözəl ifadədir, ağzından bal tökülmək. Bir də var deyirsən, gözəl danışır. Eyni duyğunu yaratmadı axı. Ağzından bal tökülür deyəndə elə bil təsəvvür eləyirsən onu. Daha təsirli olur, qarşı tərəfə daha gözəl emosiya ötürürük. Lakin gözəl danışır deyəndə, yəni o nitqimizdə o qədər canlı, o qədər gözəl səslənmir. Yəni frazeoloji birləşmələr nitqimizi daha gözəl eləyir, daha təsirli eləyir, daha emosiyalı eləyir. Əsas mahiyyəti budur. Bir də hər dilin öz frazeologiyası var və frazeoloji birləşmələr o dilin məişətindən xəbər verir. O dilin özünə məxsusluğundan xəbər verir. Hər dilin özünə məxsus frazeologiyası var. Azərbaycan dilində o cümlədən özünə aid frazeologiyası var və düşünürəm ki, çox gözəl ifadə eləyirik biz sözləri. Məsələn, dil pəhləvanı. Dil pəhləvanı çox qəşəng ifadədir. Dildə çox belə böyük danışır, gözəl danışır, pafoslu danışır, lakin əməldə üst-üstə düşmür. Əməllə dili uyğun gəlmir. Belə hallarda dil pəhləvanı sözündən istifadə eləyirik. Görün nə gözəl ifadədir. Düşünürəm ki, məişətimizi frazeoloji birləşmələrlə çox gözəl ifadə eləyə bilərik. Belə. Məncə bu hissə də artıq aydındır. Deməli, nə üçün sualını cavablandırdım. Növbəti sualım, 3-cü sual. Frazeoloji birləşmədə nələri bilməliyik? Nələri bilmək lazımdır? Aha, bu nələr hissəsi daha çox imtahanlara düşən hissələrdir. Hər birini qeyd eləyəcəm. Daha çox şagirdləri, tələbələri maraqlandıran hissədir. Baxaq. Deməli, frazeoloji birləşmələrdə nələri bilmək lazımdır? Frazeoloji birləşmələrdə birinci məqam, onu bilin ki, sadəcə hərəkət məzmunlu olmur. Həmçinin başqa hərəkət məzmunu olmayan frazeoloji birləşmələr də var. Məsələn, Allah adamı və yaxud alın təri ilə, yaxud nəyi deyə bilərik? Çörək ağacı. Aha, diqqət elədiniz, hərəkət məzmunu deyil, lakin frazeoloji birləşmə sayılır. Bunu yadda saxlayın. Frazeoloji birləşmələr əsasən hansı üslublarda istifadə olunur? Bədii üslubda, məişət üslubunda. Səbəbi isə bəllidir. Frazeoloji birləşmələr məcazidir. Daha çox emosiya yaradır, emosionaldır. Daha doğrusu emosiya yaradan ifadələrdir və nitqimizi təsirli eləyir. Bədii ədəbiyyatda da, bədii üslubda da belə nümunələr çoxdur. Məcazili, emosiya yaradan ifadələr və nitqimizdə də istifadə eləyirik. Məişətdə də istifadə eləyirik. Daha çox bu üslublarda. Məsələn, elmi üslub daha çox elmi üslubda təbii ki, frazeoloji birləşmələrdən istifadə etmərik. Bunu da yadda saxlayın. Bədii və məişət. Bədii əsərlərdə, məişət isə gündəlik nitqimizdə. Daha sonra frazeoloji birləşmələrdə nə var? Məcazilik var. Burada bunu silim. Aha, məcazilik var. Məcazilik əsasdır. Bunu da yadınızda saxlayın. Və bu birləşmə daxilində sözlər öz həqiqi mənasından uzaqlaşır. Məsələn, qulaq asmaqda bayaq demişdim. Qulağı həqiqətən asmırıq. Qulaq asmaq orada məcazi mənadadır və sözlər orada həqiqi mənasından uzaqlaşır. Belə. Bunu da elə bil ki, tərif olaraq yadınızda saxlayın. Bəzən testlərə düşə bilir. Daha sonra tərkibcə dəyişməyən birləşmələrdir, yəni sabit söz birləşmələridir. Bunu da bayaq izah elədim. Və sintaktik təhlildə
parçalanmır. Sintaktik təhlildə parçalanmır. Yəni 3 dənə söz varsa, 3 dənə sözün birləşməsindən əmələ gələn frazeoloji birləşmədirsə, hamısı birlikdə, məsələn, bir mübtəda olur və yaxud da bir xəbər olur və yaxud təyin olur, tamamlıq olur. Frazeoloji birləşmələri ayıra bilmərik. Əslində bu rahat olur da. Bir dənə frazeoloji birləşmə gördünsə, bilirsən ki, bir cümlə üzvüdür. Bu sintaktik təhlildə işimizi rahatlaşdırır. Parçalanmır. Daha sonra əsas və asıl tərəflər olmur. Əsas, asıl tərəflər olmur. Çünki sərbəst söz birləşməsi deyil, sabit söz birləşməsidir. Daha sonra bir tərəfdən digərinə sual vermək olmur. Bunlar yadda saxlayın. Sonra olmaq, etmək, eləmək, bu tipli olmaq, etmək, eləmək, bilmək. Bunları gördünüzsə, bunlar tərkibi feillərdir. Yəni ayrı yazılan feillər. Frazeoloji birləşmələr deyil. Tərkibi feillər. Yəni bunlar frazeoloji birləşmələr deyil. Sadəcə istisnalar var. O da mənası məcazi olanlar. Məsələn, üzünə ağ olmaq. Üzünü ağ etmək. Bunlar frazeoloji birləşmədir. Məcazi mənadadır. Amma kömək etmək, kömək olmaq, məsələn, bunlar mürəkkəb tərkibi feil sayılır. Yəni istisnalar var, o istisnalar da qaydanı pozmur. Belə, bunu da bildik. Daha sonra nəyi bilmək lazımdır? Frazeoloji birləşmələrə hardan baxa bilərik? Azərbaycan dilinin frazeologiya lüğətindən baxa bilərik. PDF şəklində yükləyib çoxlu sayda frazeoloji birləşmələr öyrənə bilərsiniz. Bunu da qeyd elədim. Daha sonra frazeoloji birləşmələrdə nə var? Frazeoloji birləşmələrdə amonimlik var. Amonimlik var. Başqa nə var? Sinonimlik var. Antonimlik var. Bunlardan da danışım. Aha. Əslində bunu əvvəlki dərslərimizdə izah eləmişəm. Amonim nə idi? Eyni cür yazılır, eyni cür tələffüz olunur, lakin mənaları fərqlidir. Əslində burada dəyişən bir şey yoxdur, eynidir. Məsələn, yazıram amonimlikdə deməli, nümunə olaraq yazıram başa vurmaq. Başa vurmaq. Başa vurmaq. İki mənada istifadə olunur. Məsələn, deyirsən, o təhsilini başa vurdu, bitirdi, yəni bitirmək. Bir də var deyirsən, elədiyi yaxşılığı başa vurdu. Bir də minnət eləmək. Gördünüz, iki mənada istifadə olundu. Yəni, eyni cür yazıldı, eyni cür tələffüz olundu, lakin fərqli mənalarda istifadə olundu. Yenə də amonim sözünün mənasını bildinizsə, frazeoloji birləşmələrdə eyni cürdür. Yəni bir sözdən ibarət amonimliklə frazeoloji birləşmələrdəki amonim arasında elə çox da ciddi bir fərq yoxdur. Birində söz birləşməsi sabit söz birləşməsinin amonimliyidir, o birində isə sözün amonimliyidir. Baxanda eyni şeydir. Mənaları iki fərqli mənada istifadə olunmalıdır. Yazılış tələffüz də eynidir. Daha sonra hansı nümunəni deyə bilərik o amonimliyə? Məsələn, can vermək. Bu çox maraqlıdır. Həm amonimdir, həm də mənaları daxilində antonimlik var. Məsələn, deyirsən ki, xəstə can verirdi, yəni ölürdü, son nəfəsini verirdi. Bir də var deyirsən ki, o dibçəyə su tökdü, su verdi və can verdi. Yəni onu yenidən həyata qaytardı, diriltdi. Gördünüz, mənaları antonimdir. Baxın, eyni ifadədir. Antonim mənalarda istifadə olunur. Ölmək və dirilmək. Eyni zamanda da amonim sayılır. Bir mənası ölməkdir, bir mənası dirilməkdir. Başqa hansı nümunəni deyə bilərik? Ürəyi yanmaq. Məsələn, deyirsən ki, mənim ona ürəyim yandı. Yəni, mərhəmətim gəldi, yazığım gəldi. Bir də var deyirsən ki, ürəyi yandığı üçün çox su içmişdi. Ürəyi yandı, susamışdı, yəni.
susamaq mənasında. İki fərqli məqamda, iki fərqli mənada istifadə etmək olur. Belə, amonimlik bildik. Amonimlikdə nəyə diqqət eləyin? Bax, önəmli məsələ nədir? Bir mənası həqiqi, bir mənası məcazidirsə, bax, bu amonim sayılmır. Amonimlikdə nə olmalıydı? Hər ikisi məcazi olmalıydı. Biri həqiqi mənada istifadə olunur, biri məcazidə istifadə olunursa, bu amonim sayılmır. Məsələn, deyirsən ki, ondan ötürü burnumun ucu göynüyür. Yəni, çox darıxmışam. Burada məcazi mənadadır. Həqiqətən burnun ucu göynəmir ki. Burada frazeoloji birləşmədir. Bir də var deyirsən ki, soyuqda burnunun ucu göynüyürdü. Həqiqətən soyuq olanda insan burnu buz kimi olur və həqiqətən burnun ucu göynüyür. Burada həqiqi mənadır. Biri həqiqi, biri məcazi mənadadırsa, bu amonim sayılmır. Və yaxud da əlindən tutmaq. Deyirsən ki, xeyirxah şəxslər kasıbın əlindən tutarlar. Kasıbın əlindən tutmaq, orada əlindən tutmaq məcazi mənadadır. Frazeoloji birləşmədir. Bir də var deyirsən ki, ana yıxılmaması üçün uşağın əlindən tutmuşdu. Orada həqiqətən uşağın əlindən tutub. Biri həqiqi mənadadır, digəri məcazi mənadaydı. Bunlar amonim sayılmır. Ən məşhur nümunələri deyirəm, testdə yəni yaxşı yadınızda qalsın, yaza biləsiniz. Növbətini də deyirəm, yola düşmək. Məsələn, maşın yola düşdü, burada məcazi mənadadır. Maşın göydən yerə düşmür ki, maşın sadəcə yolla gedir. Burada məcazi mənadadır. Bir də var deyirsən ki, top əlindən yola düşdü. Top həqiqətən əlindən yola düşür. Burada həqiqi mənadır, digərində məcazi. Biri həqiqi, biri məcazi, deməli amonim deyil. Amonimlikdə də buna diqqət eləyin. Ən əsas diqqət olunmalı. Məqam budur. Daha sonra sinonimlik. Frazeoloji birləşmənin sinonimliyi nədir? Sinonimi də biz keçən dəfə danışmışdıq. Sinonim fərqli cür yazılır, fərqli cür tələffüz olunur, mənaları oxşar. Məsələn, sinonimliyi hansı nümunə deyə bilərik? Bayaq başa vurmağı dedik, minnət eləmək mənasında dedik. Yazıram başa vurmaq, başa vurmaq. Minnət eləmək mənasında üzə vurmaq. Baxın, ikisi də başqa cür yazıldı, başqa cür tələffüz olundu, lakin mənaları oxşardır. Başa vurmaq, elədiyi yaxşılığı başa vurmaq, elədiyi yaxşılığı üzə vurmaq. Hər ikisində mənası minnət eləməkdir. Və yaxud başqa hansını deyə bilərik sinonimliyə? Qəlbinə dəymək, könlünü sındırmaq, dilotu yemək, dil ötmək. Mənaları oxşardır. Başqa cür deyilir, başqa cür yazılır, mənaları isə eyni və yaxud da oxşardır. Belə olanda da sinonim sayılır. Sinonimlikdə belə çox diqqət olunacaq məqam düşünürəm ki, yoxdur. Aydın məsələdir, yaxın mənalı olmalıdır, hər ikisi məcazi olmalıdır, hər ikisi frazeoloji birləşmə olmalıdır. Bir də onu deyim ki, həm amonimlikdə, həm sinonimlikdə, həm antonimlikdə hər iki cütlük mütləq frazeoloji birləşmə olmalıdır. Məsələn, başa vurmaq və yekunlaşdırmaq sinonim frazeoloji birləşmə sayılmır. Yekunlaşdırmaq frazeoloji birləşmə deyil axı. Yekunlaşdırmaq adi sadə feildir. Daha doğrusu düzəltmə feildir. Adi feildir. Adi feillə frazeoloji birləşmə artıq sinonim sayılmayacaq. Yəni frazeoloji sinonim sayılmayacaq. Yəni frazeoloji birləşmələrdə sinonimlik hər iki cütlük frazeoloji birləşmə olmalıdır, hər iki cüt məcazi olmalıdır. Aydındır? Yəni amonimlikdə də, sinonimlikdə də, antonimlikdə də cütlüklər mütləq frazeoloji birləşmə olmalıdır və məcazilik əsas şərtdir. Belə, sinonimlik haqqında da bu qədər. Antonim sözünün də mənasını bilirsiniz. Mənaları zidd olmalıdır, bir-birinə əks olmalıdır və frazeoloji birləşmə olmalıdır, məcazi olmalıdır. Digərlərini dediyim məsələ. Məsələn, yazıram, könlünü sındırmaq, könlünü sındırmaq. Bunun ziddi olan frazeoloji birləşmə qəlbini almaq.
yaxud can vermək, cana gəlmək, dilotu yemək, ağzına su alıb oturmaq. Mənaca bir-birinə zidd olmalıdır. Hər ikisi frazeoloji birləşmə olmalıdır. Yəni hər ikisində məcazilik olmalıdır. Frazeoloji birləşmədə antonimlik haqqında da bu qədər. Düşünürəm ki, hər üç sualı cavablandırdım. Frazeoloji birləşmələr nədir? Nə üçün öyrənmək lazımdır? Və ən əsası frazeoloji birləşmələrdə nələri mütləq bilməliyik? Düşünürəm ki, hər birini cavabladım. Frazeoloji birləşmələr nitqimizdə nə qədər çox olsa, nitqimiz o qədər daha çox zəngin olar. Bizim nitqimiz digərlərinin nitqindən daha fərqli olar. Daha çox insanlar bizi dinləmək istəyər. Məsələn, kimlər xalq dilində danışırsa, daha çox ifadələrdən istifadə edirsə, atalar sözlərindən, məsəllərdən, hikmətli sözlərdən, ibarələrdən, frazeoloji birləşmələrdən, o insanların nitqi daha maraqlı gəlir insanlara. Daha çox dinləmək istəyirlər. Ondan daha çox şey öyrənmək istəyirlər. Düşünürəm ki, frazeoloji birləşmələr bizim nitqimizi gözəl qurmağımızda çox ciddi rol oynayırlar. Və bu mövzudan sonra da tövsiyəm olardı ki, Azərbaycan dilinin frazeologiya lüğətini oxuyasınız, oradan yeni frazeoloji birləşmələr öyrənəsiniz. Bu həm sizin nitqiniz üçün, söz ehtiyatınız üçün önəmlidir, həm də imtahanlarda sizin üçün kömək ola bilər. Yeni frazeoloji birləşmələr, onların mənasını öyrənmək və s. imtahanlarda sizin əlinizdən tutar. Belə, bu dərsin tapşırığı da o olsun. Mənlik bu qədər, bu dərslik bu qədər. Növbəti dərsdə görüşərik. Xudahafiz.